SSR Dövlət Təhlükəsizlik Komitəsi 1969-cu ildə Mustafa Kemal Atatürk'ün doğulduğu evi bombalayaraq Türk-Yunan müharibəsini başlatmaq planı hazırlayıb. Yunanistanda polkovniklə xuntasının hakimiyyət ələ keçirilməsindən sonra Türkiyə ilə Yunanistanın arasını pozaraq NATO'nun şərq qanadını zəiflətməyi düşünən SSR-nin yumurta əməliyyatı adlandırdığı plana əsasən, güya Türkiyənin Yunanistana qarşı mövqeyi ucbatından Afinaya köçmək məcburiyyətində qalan bir Yunan KGB agenti Afinadan Salonikə keçib, Atatürk'ün Yunan polisi tərəfindən qorunan evinin qarşısına kiçik çaplı bir bomba yerləşdirəcəkdi. Partlayışın baş verəcəyi ərazinin yanındakı zibil qutusuna da Türkiyədə fəaliyyət göstərən bir Rum qəzetinin parçaları qoyulacaqdı. Seçilən agentin Yunanistanla əlaqələri neytral pozisiyada olan Amerika Birləşmiş Ştatları, Britaniya və Fransa kimi ölkələrə aid pasportlaşması da qərarlaşdırılmışdı. KGB agenti missiyasını tamamladıqdan sonra ən yaxın zamanda hərəkət edəcək qatar və ya təyyarə ilə Afinaya qayıdacaqdı. KGB-nin xarici kəşfiyyat bölməsi tərəfindən hazırlanan təxribat və suiqəst kimi xüsusi əməliyyatlarla maraqlanan 5-ci departamentinin həyata keçirəcəyi planda hücuma zambaq, agentə bağban, Atatürk'ün evinə vaza, bombaya çiçək, bombanın fitil mexanizminə buket kod adları verilmişdi. 1969-cu ilin mayında bu plan üzərində təkrar işlənməsi üçün müvəqqəti olaraq dayandırılaraq KGB arxivlərində saxlanılmışdı. Vasili Mitroxin adlı arxiv işçisinin ayaqqabısında gizlətdiyi sənədlər İngilis tarixçisi Christopher Andrew tərəfindən Qılınc və Qalxan əsərində işıqlandırılıb.